Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə. Dövlətdən tender alıb Qarabağda nə isə tikən şirkətin xərcləri də buna görə biraz azaldı. Qənaət olunan vəsait o biri fəhlələrə çatacaq. Aha, gözdə. Şirkət rəhbərlərinə mükafat yazılacaq ki, nə yaxşı işləmisən, nə yaxşı menecerlik etmisən sən, xərclərimiz azalıb. Korporativ mədəniyyət budur da. Menecerlər də kimdir? Baxın, Qarabağda tender qazanan şirkətlərə gündə məlum olur ki, hərəsi bir yüksək vəzifəlinin övladının şirkətidir. Hamısı biznesmen imiş, indi də fəhlələrdən qənaət elədiyi pula özlərinə mükafat yazdıracaqlarmış. Korporativ mədəniyyət, nə istəyirsən? Gələn seçkidə bizim Respublikaçı Alternativ Real Partiyasının namizədlərinə səs verin. Ölkəmiz dövlət tenderləri ilə yox, özəl yatırımlarla irəli gedəcək. İqtisadiyyat reallıqdır.